Bəli, Çinarə, vurguladığınız kimi hazırda İran ətrafında hökm sürən gərginlik fonunda məhz elə iqtisadi baxımdan da dalğalama müşahidə olunur və indiki məqamda elə ən son əldə etdiyimiz informasiyaya görə Azerlight markalı neftin bir barelinin qiyməti artıq 7%-ə yaxın artıb və qiymət $88 yaxınlaşıb. Eyni zamanda Hörmüz boğazı ətrafındakı gərginlik və İranın qida məhsullarına qoyduğu, yəni onların ixracına qoyduğu qadağadır təbii ki, indiki məqamda iqtisadi baxımdan müəyyən istiqamətlərə öz təsirini göstərir. Hazırda Azərbaycan bazarında hansı vəziyyət müşahidə olunur və irəliləyən dövrdə biz hansı mənzərəni müşahidə edəcəyik? Bununla bağlı detalları ilə hazırda qonağım iqtisadçı Elçin Rəşidovdan əldə edəcəyik. Xoş gördük Elçin bəy. Buyurun, detalları, suallarımıza cavabı sizdən eşidək. Hə, əlbəttə, qeyd elədiyiniz kimi neftin qiymətinin artması Azərbaycan həm iqtisadiyyatına gəlirdi, amma eyni zamanda biz İrandan bu ərzaq məhsulları ixal edirdik, müxtəlif ədviyyatlar ixal edirdik, o cümlədən başqa digər məhsullar da var. Ha belə enerji bizim aramızda ticarət var. Bizim bəzi ölkələrə biz İran bəzi ərazilərində həm də enerji çatdırırdıq. Mən hesab edirəm ki, yəni bu ixracda, idxalda bu problemlər əmələ gələcəkdir, bizim gəlirlərə mənfi təsir edəcəkdir, inflyasiya yaradacaqdır. Ümumiyyətlə, İran ətrafında baş verən hadisələr həm də əlavə olaraq qlobal inflyasiyaya səbəb olur, müəyyən logistikaların daşınması qarşısını alır. O cümlədən Azərbaycana gələn də bu bəzi logistika xətləri İrandan keçirdi. Yəni onların da çətinləşməsi təbii ki, bizdə əlavə olaraq qiymətlərin qalxmasına səbəb olacaqdır. Yəni təsir ikilidir. Həm neftin və qazın qiymətinin artmasından əmələ gələn əlavə gəlir, eyni zamanda logistik çətinliklər, İrandan idxalın mümkün olmaması, İrana bəzi ixracda mümkün gələcək təsirlər. Eyni zamanda həm də biz risk zonasının hələlik müvəqqət də olsa periferiyasında yerləşirik və bu da burada bir müddət investisiyalara mənfi təsir edəcək. Əsasən biz spesifik olaraq hansı sahələrdə artım müşahidə edəcəyik? Yəni əsasən hansı məhsulların qiymətində, hansı sahələrdə? İrandan idxal olunmuş bütün məhsulların qiymətlərində artım müşahidə edəcəyik. Çünki biz onları alternativ mənbələrdən daha yüksək qiymətə idxal etməli olacağıq. İkincisi, İran vasitəsilə bizdə daşınan, Çindən gələn məhsullar böyük hissəsi İran üzərindən daşınırdı. İndi daşınma xərcləri artacaqdır. Ona görə Çindən deyək ki, bizə idxal, onun da qiyməti artacaqdır. Digər marşrutlar üzərindən gələcəkdir, onun da qiyməti artacaqdır. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə İranda baş verən gərginlik həm hərbi baxımdan Azərbaycana öz təsirini göstərir. Təbii ki, Naxçıvana edilən dron hücumları baxımından, eyni zamanda həm də iqtisadi baxımdan Azərbaycana təsirsiz ötüşmür və indiki məqamda biz irəliləyən dövrdə inflyasiyanı da müşahidə edə biləcəyik. Elə ekspertin dediyindən belə aydın oldu, başa düşüldü və həmçinin bəzi sahələrdə də neftin və digər istiqamətlərdə qiymətli metalların qiymətində də artım müşahidə olunacaq. Hələlik çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Ətraflı məlumatı Rəqsanə bizimlə bölüşdüyünə görə.